ən çox Göyçay ucaldanlardan biri də Qalib əfəndi. Mən Qalib əfəndi deyirəm, Qalib Məmmədovdur. Şahmat məktəbinin ilk direktoru. Qalib əfəndinin dövründə həmin Göyçay məktəbləri əvvəlcə Respublika birinciliklərində, sonra SSR birinciliyində, sonra Avropa birinciliyində, hətta dünya birinciliklərində iştirak edib yer tutan uşaqlar olubdur. Təsəvvür edin, indi bu günlərim orada işləyən Fənara Babayeva var. O Avropa çempionatında mən bilən bürüz medal almışdı qızlar arasında. O gün orada işləyir? Hə, orada işləyir, bəli. Deməli, bu adam, belə bir adamın adı heç yerdə yoxdur. Bu mənə biraz ağır gəlir. Çünki o adı ucaldanlara, o can qoyubdur. Vətənini sevən idi. Rus qoşunları Bakıya girəndə Göyçay müdafiəsini vurmağa çalışırdı. O boyda tankların qabağına of təngi ilə çıxmışdı. Yəni ona, heç olmasa ona qədər cəmaatı ayıldırdı ki, böyük şey olsun. Bir də onun çox qəribə bir tipaşı var, şilyapası var. Bəli, belə bir adamı da unudulub, amma Göyçayın adını ucaldan insanlardan biridir ki, Göyçayın adı gedib paralara çıxdı.